Və sonda şəhid övladları üçün təşkil olunan 4-cü Yaşad düşərgəsinə bugündən start verilib. Düşərgə Yaşad Fondu və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı, Tabiə Qrup və Lənkəran Springs Wellness Resort Hotelinin tərəfdaşlığı ilə keçirilir. Ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin təşkil olunması planlaşdırılır. Layihə çərçivəsində uşaqlar üçün müxtəlif fəaliyyətlər nəzərdə tutulub. Hər düşərgədə əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, ekskursiyalar, psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və konsert proqramları keçiriləcək. Yaşad Fondu yarandığı gündən etibarən öz fəaliyyət istiqamətləri ilə yanaşı bir çox sosial layihələr həyata keçirilir ki, həm ölkə daxilində, həm ölkə xaricində sosial layihələri biz həyata keçirdirik. Bu günlərdə Yaşad düşərgəsi, 4-cü Yaşad düşərgəsini həyata keçirdirik və biz bu düşərgə boyunca 500-dən artıq şəhidlərimizin bizə əmanət olan övladların iştirakını gözləyirik.